Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Çingiz Mustafayev əməliyyat olunub. Bakus xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə bildirib. O, xəstəxanadan görüntülərini paylaşaraq çiyini çıxdığı üçün əməliyyat olunduğunu deyib. 15 il ərzində çiynim 7 dəfə çıxıb. Hər dəfə eyni ağrı, eyni qorxu, eyni narahatlıq. İdman da, aktiv həyat da tam mümkün olmurdu. 2 ay əvvəl sonuncu dəfə çiynim çıxanda anladım ki, artıq bu məsələni həll etməyin vaxtı gəlib. Qərar verdim və sağlamlığımı ürəyimə yatan həkimə həvalə etdim. Nəhayət əməliyyat dünən olundu. Çingiz Mustafayev bundan sonra uzun bir reabilitasiya dövrü keçəcək. O eyni problemi yaşayanlara vaxtında əməliyyat olunmağı məsləhət görüb.